Deməli, sizə demişdim bayram bazarlığı çəkəcəm digər vlogdan əvvəl. Hər vaxtınız xeyir olsun. Artıq bizdə gün axşama gedir. Mən indi video açmışam. Niyə? Deməli, bayrama aid nələr almışıq? Bilirsiniz, yolka qurmamışıq, amma bayram üçün bazarlıq etmişik. Dedim, qısaca onu çəkim. Göstərim sizə də. Maraqlanan bacılarımız var idi. Yəni, bayram ərəfəsi evə olunan bazarlığı göstərirəm sizə. İndi sırf bunların hamısı bayramlıqdır deyə bir şey yoxdur da. Bir kletka yumurta almışdıq. Deməli, yumurtanın buradan 4 ədədi yeyilib. Evdə də var idi, 4 ədədi də yeyilib. Bu ara Dəniz çox soyutma yumurta, yəni axşamlar elə axşamüstü belə atışdırmalıq kimi soyutma yumurta yeyir. Səhər bir də axşam. O, yəni ikisini o yedi, ikisini Aylin yeyib, ona görə pişiriblər bunu. Mən çatan kimi. Bu belə, bu getdi, yumurtanı gördünüz. Deməli, daha sonra başlayım. Hadi elə yanımda olanlardan. Deməli, bir banka bizim tarlanın yaşıl noxudu. Belə staliçni eləmək üçün. Daha sonra bancel, qarğıdalı konservası, qarğıdalı salatı da eləyəcəm. Çünki hazırlayacağım. Çünki Fidan da qarğıdalı salatı sevir. Daha sonra Fidan daşıyır, mən çəkirəm. Düyü. Aş üçün düyü. 1 kiloluq aldım. Keçən 2 kiloluq almışdıq. Çox idi. Yəni 1 kilo bəs eləyir bizə bu düyümüz. Ondan sonra bir dənə Finalın tomat pastası. Belə. Ondan sonra Kristianski yağ. Deməli, bu 800 qramdır da. Yəni, belə vedrədə ərinmiş hazır yağ. Yeməklərə istifadə eləyəcəm. Daha sonra Oluno qarğıdalı yağı 1 litr. Bu da belə. Daha sonra yenə Olunanın günə baxan yağı. Qoy bir dəqiqə düzəldim bura. Bu da bu. Daha sonra bir paçka belə un, 1 kiloluq. Bilmirəm, tort pişirərəm ya pişirmərəm. Şirniyyatlara falan istifadə eləyərəm, nə bilim, tort pişirməsəm. Daha sonra 2 dənə belə Naturanın meyvə şirəsi. İkisi də qarışıq meyvə. Mən sırf xoşlamıram. Həmişə qarışıq alıram. Millanın belə inək südü. Təbii inək südü, güya. İnək südü. Daha sonra bişirmə aşçısı. Belə bir qırmızı mərci. Bu da getdi. Ondan sonra birinci yoldaşıma Roşenin belə, baxın, inək kağızlı olan karovka. Oradan televizordan işıq düşür. Karovka konfeti 1 kilo. Ondan sonra belə 2 kiloluq şəkər tozu. 1 kilo 800 daha doğrusu. Ondan sonra bir dənə doymakın makaronu. Daha sonra biri qələm, bir də belə spiral makaron. Ondan sonra qarabaşar, yəni qiliçqa. Daha sonra belə Azər şəkərin 2 kiloluqdur səhv eləmirəmsə, qəndi. Bu belə. Daha sonra belə bir qara çay. Ondan sonra bizim süfrənin belə bir mayonezi 1 litr olmalıdır. Səhv eləmirəmsə. Baxmışdım, yadımdan çıxdı. Böyüyü də, yəni ən böyük ölçüsü. Ondan sonra bir dənə Lavitanın uşaqlar üçün aldım peçeniya. Ondan sonra orada çay içmişik stəkanla. Tez dedim çəkim, baxdım var nə qədər. Ondan sonra bir dənə belə Dankekin keksi. Balaca kekslərdir, şokoladlı. Çox dadlı olur, qəşəng olur.
Ondan sonra belə qoz ləpəsi qovrulmuş. Qovrulmamış daha doğrusu. Baxın. Hə, yox, qovrulmamışdır. Çərəz, yer fıstığı, yer fındığı. Ha, fıstıq. Biz fıstıq deyirik, amma yer fındığı yazılır üzərində. Fındıq qovrulmuşdur. Deyirəm də hansısa qovrulmuş idi. Qovrulmuş fındıq. Qovrulmuş fındıq. Daha sonra belə bir qaymaq 30%-dir. Çox dadlı olur. Yeməmisinizsə sınayın, mütləq sınayın. Sonra bunu yoldaşım sevir, bizdə heç kim yemir. Bu nə idi Yaşar? Bunun adı nə idi? Qavyedin, tuşonka, nə bilim belə deyirlər. Biz qəti şəkildə sevmirik. Ara bir dəniz yeyir, bir də qalan vaxtı da ancaq yoldaşım biz yəni yemirik belə bir şeylər. Bizlik deyil. Daha sonra səhər-səhər yeməyə kərə yağımız bitmişdi. Bu markadan işlətmirdik daha doğrusu. İndi buna keçid etmişik. Görək necə olacaq. Bunu çox sevdim. Necə belə yağlar sevirəm. Ki hamısı işlənilmir də. Belə yarım kiloluq paçkadır 2 ədəd içərisində. Bunda neysə belə qoyum. Bu səhər yağımız. Ondan sonra qoydum. Daha sonra bir paçka duz, Azər duz. Sonra mandarin. Mandarini hara qoyaq? Mandarin. Daha sonra belə apensin. Apensin. Ondan sonra bir dənə siyəzənin göy qabda olan belə bir toyuğu. Siyəzən toyuğu. Belə. Daha sonra toyuğu dedim. Bir də səhv eləmirəmsə 47 manatlıq ət. Belə. Qəşəng tikəli ətdir. Yarpaq dolması bişirəcəm bayramda. İndi də istifadə eləyəcəm. Yəni ət çoxdur da. Əti doğradıqdan sonra çəkiləsini ayırdım. Daha sonra deməli elədim. Biraz da pörtlətdim. Bir dənə böyük sümüyü var idi. Onu pörtlətdim belə. İndi ondan bozbaş bişirirəm. Əti o qədər çox qaynatmışam da. Yumuşaqdır da. Belə əl vursan olur, dağılır. Ona görə soğanla kartofu ikisini bir qovururam. Sonra ətə əlavə edib, yağım hələrim. Ətə əlavə edib suyunu tez tökəcəm də. Yəni bir də əti çox qovurmayacam. Mən əslində çox qovuranda sevirəm, amma çox qaynatmışam deyənə çox qovurub əzməyəcəm. Bu da yeməyimiz olsun, axşama bozbaş. Belə.
Suyunu da əlavə etdim. Tomatını da yavaş-yavaş qoymuşam. Qaynasın. Qaynasın, pişsin. Bu günlük də bu qədər olsun. Bozbaşımız hazır olsun. Biz də yeməyimizi yeyək. İnşallah sabah sabah və yaxud da birisi gün bilmirəm. Videom nə zaman hazır olsa növbəti bir videoda, vlogda görüşmək ümidi ilə abunə olmağı, rəy yazmağı, bəyən düyməsini basmağı unutmayın əzizlərim. Hələlik.